Рассчитывайте будут, им пизда! Вам пизда! Enemies, those days are over. Üçüncü Dünya müharibəsi nə vaxt başlayacaq? Yoxsa biz artıq o müharibənin tən ortasındayıq? Şərqi Avropadakı raket səsləri, yaxın şərqdəki alovlar və Tayvan boğazında artan hərbi gərginlik bu sualı təkcə sual olaraq saxlamır. Bəs bu gedişat bizi hara aparır? Tam bir xaos tunelinə, yoxsa yeni bir dünyanın doğuluşuna? Sizcə dünya getdikcə daha təhlükəli bir yerə çevrilmir ki? Əslində heç vaxt tam təhlükəsiz də olmayıb. Bəşəriyyət böyük qarşıdurmaların tarixidir. Antik dövrdən Peloponnes müharibəsindən tutmuş 20-ci əsrin əvvəllərinə qədər döyüşlər, qarşıdurmalar, bərabərsizliklər həmişə var idi. Güclü dövlətlər zəifləri əzir, imperiyalar yeni torpaqlar uğrunda milyonlarla insanı qurban verirdi. Əzilənlər və əzənlər həmişə olub. Birinci Dünya müharibəsində 20 milyon, İkinci Dünya müharibəsində isə 70 milyondan çox insan həyatını itirdi. Bu həm də atom bombasının dağıdıcı gücü ilə tanışlıq idi. Amma 1945-ci ildə bəşəriyyət bir qərar verdi. Bir daha heç vaxt belə olmayacaq. İnsanlıq özünü tamamilə məhv etmək həddinə çatanda dayandı. Bunun üçün yeni bir dünya nizamı lazım idi. Qaydaları olan bir dünya. Birləşmiş Millətlər Təşkilatını yaratdılar. Cenevre konvensiyaları ilə müharibənin belə qaydalarını müəyyən etdilər. İnstitutları və dəyərləri olan bir dünya. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İnsan Hüquqları Bəyannaməsi kimi sütunlar quruldu. BMT Təhlükəsizlik Şurası böyük dövlətlər arasında birbaşa toqquşmanın qarşısını almalı idi. Bu nizam da qüsursuz değildi. Soyuq müharibə dövründə Vyetnamda, Əfqanistanda və Koreyada yenə qan axdı. Həm də həmişə və hamı üçün işləmirdi. Böyük güclər diplomatik hüquqları öz maraqları üçün istismar etdilər. Veto hüququ çox vaxt ədaləti blokladı. Və 2-ci Dünya müharibəsindən sonra qurulan bu dünya nizamı gözümüzün qarşısında dağılır. BMT Təhlükəsizlik Şurası artıq heç bir qlobal böhranı həll edə bilmir. Beynəlxalq hüquq kağız üzərində qalır. Böyük dövlətlər açıq şəkildə digərlərinin suverenliyini pozur. Bəs onun yerinə nə gələcək? Qanunsuzluq və kobud güc Qərb daxildə demokratiyanı, insan hüquqlarını və hüququn aliliyini müdafiə edirdi. Öz vətəndaşları üçün rifah dövləti qururdu. Lakin qlobal siyasətdə tam fərqli seçimlər edirdi. Asiya, Afrika və Latin Amerikasında ikili standartlar hakim idi. Geopolitik maraqlar və resurslar demokratik dəyərləri üstəliyirdi. Neft, mis və uran daha dəyərli idi. Strateji xammal mənbələrinə nəzarət etmək ideologiyadan önə keçdi. İran neftini milliləşdirmək istəyən Məhəmməd Müsəddiq devrildi. Müsəddiq demokratik yolla seçilmiş baş nazir idi. O, İngiltərənin Anglo-Iranian Oil Company vasitəsilə İran neftini istismar etməsinə son qoymaq istəyirdi. 1953-cü ildə CIA və MI6 birlikdə Ajax əməliyyatını həyata keçirdi. Hərbi çevrilişlə Müsəddiq həbs olundu. Şah Məhəmməd Rıza Pəhləvinin diktatura rejimi bərpa edildi. İranda demokratiya təcrübəsi beşikdəcə boğuldu. Çilidə mis mədənlərini xalqa verən Salvador Allende öldürüldü. Allende 1970-ci ildə seçkilərlə hakimiyyətə gəlmiş ilk sosialist prezident idi. O, ABŞ şirkətlərinin nəzarətində olan mis mədənlərini milliləşdirdi. 1973-cü il sentyabrın 11-də General Augusto Pinochet CIA-nin dəstəyi ilə hərbi çevriliş etdi. Prezident sarayı bombalandı. Allende əlində silah sonadək döyüşdü və həyatını itirdi. Pinochetin dəmir yumruğu altında minlərlə insan qətlə yetirildi, işgəncələrə məruz qaldı. Konqonun gənc lideri Patrice Lumumba qətlə yetirildi. Lumumba Konqonun Belçikadan müstəqillik qazanmasından sonra ilk demokratik baş nazir seçilmişdi. Kongo dünyanın ən zəngin uran və kobalt ehtiyatlarına sahib idi. Hiroşima və Nagasaki atılan atom bombalarının uranı məhz Kongodan aparılmışdı. Qərb şirkətləri bu resursları itirmək istəmirdi. 1961-ci ildə Belçika kəşfiyyatı və yerli qiyamçılar Lumumbanı həbs etdi. O, ağır işgəncələrdən sonra güllələndi, cəsədi turşuda əridildi. Həqiqət ortada idi. Demokratiya neftdən daha dəyərli idi. Suverenlik və xalq iradəsi Qərbin iqtisadi maraqları qarşısında heç bir əhəmiyyət kəsb etmirdi.
Arxa fonda isə soyuq müharibə gedirdi. 1947-ci ildən başlayan bu qlobal qarşıdurma dünyanı iki qütbə bölmüşdü. Bir tərəfdə ABŞ və NATO, digər tərəfdə isə SSR və Varşava müqaviləsi təşkilatı. İki nüvə gücü birbaşa döyüşmürdü. Çünki qarşılıqlı məhv doktrinası hər iki tərəfi nüvə fəlakətindən çəkindirirdi. Amma dünyanı proksi müharibələrində boğurdular. Üçüncü dünya ölkələri bu iki nəhəngin döyüş meydanına çevrilmişdi. Berlin böhranı Avropanı iki yerə böldü. Utanc divarı ucaldıldı. Koreya müharibəsində 3 milyondan çox insan öldü. Yarımada iki yerə parçalandı. Vietnam müharibəsi bir xalqın soyqırımına çevrildi. Kuba raket böhranı insanlığı nüvə müharibəsinin bir addımlığına gətirdi. Milyardlarla dollar silaha xərcləndi. Silahlanma yarışması hər iki tərəfin resurslarını sovurdu. Vietnam müharibəsi ABŞ-ni sarsıtdı. Müharibə həm insani, həm də maliyyə cəhətdən Vaşinqtonu tükədirdi. Hərbi xərcləri qarşılamaq üçün Vaşinqton dayanmadan dollar çap edirdi. Dolların miqdarı qızıl ehtiyatını keçdi. Bretton Woods sisteminə görə 35 dollar bir unisiya qızıla bərabər idi və ABŞ bu məzənnəni qorumağa söz vermişdi. Lakin Fransa prezidenti Charles de Gaulle başda olmaqla ölkələr dollarları təhvil verib qızıllarını tələb etməyə başladılar. ABŞ-nin qızıl ehtiyatı kəskin azalmağa başladı. Sistem çöktü. 1971-ci il avqustun 15-də ABŞ prezidenti Richard Nixon televiziya vasitəsilə tarixi bəyanat verdi. Nixon dolların qızıla çevrilməsini dayandırdı. Nixon şoku adı ilə tarixə keçən bu qərarla Bretton Woods bitdi. Artıq üzən valyutalar dövrü başladı. Pulların dəyəri qızıl ilə deyil, bazarın tələb və təklifi ilə müəyyən olunmağa başladı. Kağız pullar qarşılıqsız qaldı. 1973-cü ildə neft böhranı yarandı. Ərəb-İsrail müharibəsi zamanı Qərbin İsrailə dəstək verməsinə cavab olaraq OPEC-in ərəb üzvləri neft embarqosunu tətbiq etdilər. Ərəb ölkələri neft ixracını kəsdi, hasilatı azaltdı. Neftin barel qiyməti 3 dollardan 12 dollara 4 dəfə kəskin artdı. Qərb iqtisadiyyatları iflic oldu. Yanacaq doldurma məntəqələrində kilometrlərlə növbələr yarandı. Yüksək inflyasiya və durğunluq başladı. İqtisadiyyatda eyni anda həm durğunluq, həm də inflyasiya yaradan stagflyasiya fenomeni meydana gəldi. Keynesçi iqtisadi model böhrana cavab verə bilmədi. Kapitalizmin qızıl dövrü başa çatdı. Çıxış yolunu dövləti kiçiltməkdə gördülər. Keynesçilik kənara atıldı. Chicago İqtisadiyyat Məktəbinin və Milton Friedmanın ideyaları ön plana çıxdı. 1980-ci illər gəldi. Səhnəyə ABŞ-də Ronald Reagan və Böyük Britaniyada Margaret Thatcher çıxdı. Şüar aydın idi. Dövlətlər kiçiləcək, bazarlar azad olacaq. Dövlətin iqtisadiyyata müdaxiləsi dayandırılmalı, vergilər azaldılmalı, həmkarlar ittifaqlarının gücü qırılmalı idi. Özəlləşdirmə dalğası başladı. Polad, neft, nəqliyyat, səhiyyə və təhsil kimi strateji sahələr özəl sektora satıldı. Bu modelin adı neoliberalizm idi. Türkiyə də bu sistemə qoşuldu. Süleyman Demirel hökuməti və onun iqtisadiyyat kuratoru Turgut Özal neoliberal modelə keçid hazırladı. 24 yanvar 1980-ci il qərarları atıldı. Bu qərarlar idxalı əvəz edən iqtisadiyyatdan imtina edir, xarici kapitala qapıları açır və valyuta nəzarətini ləğv edirdi. Lakin müqavimət güclü idi. Fəhlə hərəkatları, tətillər və solçu təşkilatlar bu reformlara qarşı çıxırdı. 12 sentyabrda hərbi çevriliş oldu. General Kənan Evren rəhbərliyindəki xunta parlamenti ləğv etdi. Partiyaları bağladı. 100 minlərlə insanı həbs etdi. Tətillər qadağan olundu. Fəhlə hüquqları sıfırlandı. Yol təmizləndi. Neoliberal model silah gücünə tətbiq edildi. Kapital artıq istehsalatdan qopdu. İqtisadiyyatın ağırlıq mərkəzi fabriklərdən, fiziki istehsaldan birjalara və banklara keçdi. Pul maliyyə bazarlarında fırlanmağa başladı. Törəmə alətlər, futureslər və spekulyativ əməliyyatlar real iqtisadiyyatı qat-qat üstələdi. Kompüter texnologiyalarının inkişafı ilə kapital saniyələr içində ölkədən ölkəyə axırdı. Bir ölkədə böhran yaradıb başqasına keçirmək bir düyməyə baxırdı.
Bunun bədəli ağır oldu. İstehsal xərclərini azaltmaq üçün fabriklər bağlandı və daha ucuz işçi qüvvəsi olan ölkələrə, xüsusən Asiyaya köçürüldü. Qərbdə sənaye şəhərləri paslı zonalara çevrildi. Sosial dövlət sıradan çıxdı. Pulsuz təhsil, pulsuz səhiyyə və pensiya təminatı kəsildi. İşsizlik və gələcəksizlik artdı. Gəlir bərabərsizliyi pik həddə çatdı. Əhalinin 1% qlobal sərvətin yarısına sahib olduğu bir sistem yarandı. 1989-cu ildə Berlin divarları parçalandı. Şərqi Avropadakı kommunist rejimlər bir-bir çöktü. 1991-ci ildə Sovet İttifaqı dağıldı. Şərq bloku tarixə qovuşdu. Qərb tarixin sonunu elan etdi. Francis Fukuyama eyni adlı əsərində bəşəriyyətin ideoloji təkamülünün sona çatdığını iddia etdi. Liberal demokratiya qalib gəlmişdi. İqtisadiyyatda kapitalizm, siyasətdə liberalizm tək alternativ elan olundu. İnternet kəşf olundu, qloballaşma başladı. Dünya Ticarət Təşkilatı quruldu. Sərhədlər kapitallar üçün şəffaflaşdı. İti sürətlə inkişaf edən kommunikasiya və nəqliyyat texnologiyaları zaman və məkan anlayışını kiçiltdi. Dünya nəhəng bir megapolisə çevrildi. Bütün ölkələr vahid qlobal bazara inteqrasiya olundu. Lakin bu megapolisin qaydalarını hələ də yalnız bir neçə güclü mərkəz müəyyən edirdi. Amma tezliklə sükut yenə pozuldu. Qloballaşmanın gətirdiyi illüziya çox çəkmədi. 2001-ci il 11 sentyabr günü New Yorkdakı əkiz qüllələrin çöküşü ilə dünya bir anda dəyişdi. Radikal terrorizm bəşəriyyətin yeni kabusuna çevrildi. Washington terrora qarşı qlobal müharibə elan etdi. ABŞ NATO müttəfiqləri ilə birgə Əfqanistana və 2003-cü ildə heç bir BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan İraqa girdi. BMT-nin baş katibi Kofi Annan bu işğalı beynəlxalq hüquqa zidd adlandırdı. Təhlükəsizlik qaydaları sərtləşdi. Dövlətlər vətənpərvərlik aktı kimi qanunlarla dinlənmə və nəzarət mexanizmlərini böyütdü. Şəxsi həyatın toxunulmazlığı və azadlıqlar gerilədi. İraqın işğalı beynəlxalq sistemi kökündən sarsıtdı. Şəhərlər dağıdıldı. 10 minlərlə dinc insan həyatını itirdi. Regionda güc balansı pozuldu. Dövlətlər çöktü və IŞİD kimi dəhşətli terror təşkilatları bu xaosdan doğdu. Sual aydın idi. Beynəlxalq hüquq hamı üçün keçərlidirmi, yoxsa yalnız zəiflər üçündür? 2008-ci il New York birjasında başlayan Wall Street böhranı ilə böyük maliyyə çöküşü başladı. Lehman Brothers kimi 150 illik maliyyə nəhəngləri müflis oldu. Tikinti və kredit köpüyü partladı. Dövlətlər bankları və investisiya fondlarını xilas etmək üçün trilyonlarla dollar xərclədi. Batmaq üçün çox böyük dedikləri banklar xilas edildi. Cəmiyyətlər isə taleyin öhdəsinə buraxıldı. Milyonlarla insan işini, evini və qənaətlərini itirdi. Qərbdə orta sinif kəskin zəiflədi. Sistemə və elitaya qarşı qəzəb, narazılıq böyüdü. 2011-ci ildə Yaxın Şərqdə Ərəb baharı başladı. Tunislə başlayan azadlıq dalğası Misirə, Yəmənə və Bəhreynə keçdi. Milyonlarla insan azadlıq, ədalət və ləyaqət istəyirdi. Lakin proses tezliklə qaranlığa gömüldü. Qərb müdaxiləsi ilə Liviya çöktü. Qəddafi devrildi və ölkə qəbilə döyüşlərinə sürükləndi. Suriya fəlakətli və qanlı bir vətəndaş müharibəsinə salındı. Rusiya və İranın Bəşər Əsədə dəstəyi ilə müharibə proksi döyüşünə çevrildi. Milyonlarla qaçqın yollara düşdü. Avropaya yönələn miqrasiya böhranı Avropa İttifaqını silkələdi. İrqçilik və millətçilik yenidən yüksəldi. Brexit kimi proseslər tətikləndi. Sonra Covid-19 pandemiyası gəldi. 2020-ci ildə bütün dünya karantina qapandı. Təchizat zəncirləri qırıldı, fabriklər dayandı, sərhədlər bağlandı. Qlobal iqtisadiyyat iflic oldu. İqtisadi millətçilik pik həddə çatdı. Maska və peyvənd döyüşləri başladı. Dünyanın nə qədər kövrək olduğu və qlobal həmrəyliyin necə asanlıqla iflas etdiyi üzə çıxdı. 2 ildən sonra 2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum etdi. Müharibə 2-ci Dünya müharibəsindən sonra ilk dəfə bu miqyasda Avropaya geri qayıtdı. Qlobal enerji və ərzaq böhranı dərinləşdi. Neft və qaz qiymətləri pikə çatdı. 2-ci Dünya müharibəsindən sonra qurulan hüquqa əsaslanan dünya nizamı tamamilə yerindən sarsıldı. İnstitutlara inam bitdi. Post-həqiqət dövrü başladı. Sosial media alqoritmləri və dezinformasiyalar sayəsində yalanlar həqiqətdən daha sürətlə yayıldı. Cəmiyyətlər qütbləşdi. Texnologiya yarışı başladı. Artıq müharibələr yalnız tanklarla deyil, kodlarla aparılır. Məlumat yeni neftə çevrildi.
Qlobal hegemonluq uğrunda ABŞ və Çin qarşı-qarşıya gəldi. Süni intellekt, 5G, yarım keçiricilər, çiplər və kosmik texnologiyalar əsas döyüş meydanı oldu. Tayvan ətrafındakı çip gərginliyi amansızlaşdı. Belə bir mühitdə yeni siyasət yüksəldi. Qloballaşmanın itirənləri olan kütlələrin qəzəbinin arxasına alan ifrat sağçı populistlər səhnəyə çıxdı. 2016-cı ildə Donald Trump ABŞ prezidenti seçildi. Əvvəlcə Amerika dedi. Çinlə, Avropa ilə ticarət müharibələri başladı. Paris iqlim sazişindən çıxdı. İran nüvə sazişini tək tərəfli ləğv etdi. BMT İnsan Hüquqları Şurasını və UNESCO-nu tərk etdi. Beynəlxalq hüquq addım-addım silindi. Meksika sərhəddində divarlar ucaltdı. BMT, NATO və Ümumdünya Ticarət Təşkilatı kimi institutlar zəiflədi. 2021-ci ilin yanvarında Kapitoliya, yəni Konqres binasına basqın edildi. Demokratiyanın mərkəzi hesab olunan Vaşinqton daxildən yaralandı. 2023-cü ilin oktyabrında Qəzzada dəhşətli humanitar fəlakət yaşandı. 10 minlərlə dinc sakin, uşaq və qadın həyatını itirdi. Beynəlxalq Ədalət Məhkəməsinin və BMT-nin qərarları icra olunmadı. Sistem yenə təsirsiz qaldı. 1945-ci ildən bəri təkrarlanan bir daha heç vaxt olmayacaq sözü öz anlamını tamamilə itirdi. Trump 2024-cü ildə yenidən hakimiyyətə gəldi. Qaydasızlıq artıq istisna deyil, norma idi. Avtokratiyalar gücləndi. Videm İnstitutunun hesablamalarına görə dünya əhalisinin 72%-i avtokratik rejimlərdə yaşamağa başladı. 19-cu əsrin Monroe doktrinası, yəni ABŞ-nin öz nüfuz dairəsini zorla qurması yeni formada geri qayıtdı. Qrenlandiyanı satın almaq təklif edildi. Venezuela lideri Nicolas Maduro'ya qarşı xüsusi əməliyyat keçirildi. İran lideri Əli Xameneyi hədəfə alındı və öldürüldü. Şərhçilər və geopolitik analitiklər bu birbaşa müdaxiləni Don Rao doktrinası adlandırdı. Beynəlxalq müqavilələr, diplomatik kanallar və qaydalar bitdi. Yalnız bir şey qaldı: kobud güc. İndi faktiki olaraq 2 dünya müharibəsindən sonraki o təhlükəli keçid dövrünü yaşayırıq. Dünyanın əsrlər boyu topladığı bu qəzəb və mənfi enerji görünür başqa heç bir formada xaric ola bilmir. Bəşəriyyət ən dəhşətli dərsləri belə unudacaq qədər korlaşır. 2 qanlı dünya müharibəsi, milyonlarla qurban, alovlar içində yanan şəhərlər və atom bombalarının dəhşətini yaşamış bir növ hələ də sakitləşə bilmir. Görünür, insan növü minilliklər keçsə də, texnologiyası inkişaf etsə də mənəvi olaraq tam ağıllanmayıb. Problem sistemlərdən də dərinə, insanın öz ibtidai təfəkkürünə gedib çıxır. Biz onlardan üstünük, onlar məhv edilməli lənətli xalqdır anlayışları bitmədikcə bu çıxılmaz döngə qırılmayacaq. Bizim tanrı onların tanrısından üstündür. Bizim millət seçilmişdi. Onlar böcəkdi kimi ibtidai qəbilə təfəkküründən doğan bölünmələr hələ də kütlələri idarə etmək üçün ən rahat aləmdir. İdeologiyalar, ifrat millətçilik və dini fanatizm insanlığı bir-birinə qırdırmağa davam edir. Ağlasığmaz sərvət hərisliyi və insanın öz doymaz nəfsini tərbiyə edə bilməməyinin sonu ancaq müharibələr və qlobal fəlakətlər olacaq. Bu fərziyyə deyil, tarixin sübut etdiyi acı reallıqdır. Hər il silahlara, qırğın maşınlarına, öldürmək texnologiyalarına trilyonlarla dollar xərclənir. Əgər bu nəhəng resurslar ölümə deyil, elmin, təhsilin, səhiyyənin inkişafına və kainatın sirlərini kəşf etməyə xərclənsəydi, bugün tamamən fərqli bir sivilizasiyada yaşayardıq. Əslində həqiqət çox sadədir. Doğularkən bütün körpələr eyni təmizlikdə, eyni bəşəri potensialla dünyaya gəlir. Heç bir uşaq nifrətlə doğulmur. Lakin mövcud sistemlər yeni nəsilləri öz tamahkarlığı, doymazlığı və nifrəti ilə bəsləyir. Onları addım-addım sonu fəlakətə aparan çirkin çərçivələrə salır. Dünyada yeni, tamamilə insani, dünyəvi və ədalətli həyat şərtləri təmin olunmadıqca bu hikkə, qəzəb və nifrət heç vaxt bitməyəcək. Elm, təhsil və ədalətin işığında əslində hamımızın eyni bəşər övladı olduğunu anlayan yeni bir şuur doğulmalıdır. Ya insanlıq öz ibtidai instinktlərinə və nəfsinə qalib gəlib silahların olmadığı, ümumi gələcəyə xidmət edən yeni bir dinc dəniz quracaq, ya da topladığı bu mənfi enerjinin altında qalıb özü öz sonunu yazacaq. Sual açıq qalır. Biz ağıllanacağıq, yoxsa tarixin növbəti və bəlkə də sonuncu qurbanına çevriləcəyik?
Sona qədər izlədiyiniz üçün təşəkkürlər.